بسم الله الرحمن الرحيم ولا تهنوا ولا تحزنوا وأنتم مؤمنين صدق الله العلي العظيم بسم الله الرحمن الرحيم إن الذين قالوا ربنا الله ثم استقاموا فلا خوف عليهم ولا هم يحزنون. İran İslam Respublikası Kur'an ayələri və xalqı vasitəsilə və bütün dünyadan axın edən müqavimət tərəfdarları vasitəsilə dünyaya keçmişdən gələcəyə doğru uzanan strategiyasını bildirib, mesajlarını açıq-aşkar şəkildə göstərdi. Allahın salamı olsun sizlərə, əziz və hörmətli bacı və qardaşlarımız. İzlədiyiniz iki videoda, keçən proqramda sözünü verdiyimiz kimi, Azərbaycan və Ermənistan heyətlərinin şəhid rəhbərin cənazə mərasimindəki anma mərasimi, yəni ehtiram ədası göstərilir. Əlbəttə, keçən proqramda bu məsələyə biraz toxundum və bir neçə misal vurdum. Və orada qeyd etdik ki, maraqlı idi. Həqiqətən şəxsən mənim özüm üçün çox maraqlı idi. İran İslam Respublikasının şəhid rəhbərin və yanındakıların ailəsinin cənazə mərasiminə qatılan dünyanın müxtəlif nümayəndələrinin qarşısında, hər heyətin qarşısında o heyətin özünə məxsus ayələr oxundu. Və keçən proqramda qeyd etdim ki, bunlar mənim üçün çox maraqlı idi. İranın rəsmi televiziyasından özüm baxırdım, bəzilərini ötürürdüm, bəzilərinə baxırdım. Bir sıra heyətlərə baxdım və gördüm ki, hərəsində bir ayə oxunur. Sonra səhərsi gün gördüm ki, mediaların, məxsusən xarici mediaların diqqətini cəlb edir. Necə ki, xalqın meydanlarda verdiyi şuar, nizamın, hökumət sisteminin xalqın şuarına qoşulub verdiyi şuarlar, yəni gələcəyi planlaşdıran şuarlar, intiqam planları düşmənləri qorxudur. Bu ayələr də onların diqqət mərkəzində idi. Mən bu ayələrdən keçən səfər bir-iki misal vurdum, amma 4-5 dənəsini bugün sadəcə sizin xidmətinizə oxuyacağım ki, siz özünüz təhlil edin və təhlillərinizi kommentlərdə yazın. Mənim özümün bəlkə toxundum qısa hər ölkə barəsindəki nə ola bilər, amma buraxacam sizin ixtiyarınıza, çünki bu ayələrdən sonra sizin xidmətinizə bir neçə kəlmə ərz edəcəm ki, çünki artıq bu gecə Tehrandakı vida mərasimi bitir, gecə səhər saatlarına yaxın bizim şəhərimizə quma gəlir ağanın pak cənazəsi. İnşallah oradan da çalışacağım ya canlı ya belə videolar çəkib yerləşdirəm. Mənim diqqətimi cəlb edən ayələr şəxsən indi əvvəldə videosunu yayımladığımız Azərbaycan və Ermənistandan əlavə Çin, İraq və Qətərdir. Əlbəttə, digərlərindən danışmışdıq, Ərəbistan, Türkiyə, hər birinin bugünkü və üzü gələcəyə tutacağı mövqe barəsində açıq aydın ayələrlə İran İslam Respublikası müraciət elədi.
Və nəzərə alsaq ki, bütün müsəlmanların, nəinki biz şiyələrin, müsəlmanların gözü azadlıq yolunda, Qüdsün azadlığı yolunda Seyyid Əli Xameneydə idi, İmam Şəhid Seyyid Əli Xameneydə. İmam Zamanın haqq naibi olaraq, indi onun oğlu Seyyid Muştaba Xameneyi həzrətlərindədir, Allahın lütfu inayəti ilə. Həll edici, yəni bütün dünya qəbul etdiyi üzrə dünyanın taleyinin həll olduğu bu dönəmdə bu ayələr çox böyük təsirə malikdir. Necə ki, elə Quran özü buyurur ki, bunda düşünənlər üçün və ulul əlbab, yəni beyin sahibləri üçün ibrətlər var. Deməli, Azərbaycan heyəti, Milli Məclisin spikeri və yanındakı nümayəndə heyəti, səhv eləmirəmsə adı Sahidə Qafarov olmalıdır. Bunların, bu heyətin qarşısında oxunan ayə bu oldu. Ali İmran surəsi 139-cu ayə olmalıdır. Buyurur ki, Bismillahirrahmanirrahim. Diqqət eləyin. وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ. Süst olmayın, süstləşməyin və kədərlənməyin. وَلَا تَحْزَنُوا ərəb dilində təxafu var, xavf və bir də var hüzün. Hüzün biz də işlədirik də, bu ərəbdən gəlib. Xavf, məsələn, Allah bu ayədə buyursaydı ki, وَلَا تَخَافُوا, gələcəyə tərəf qorxmayın, bir ayrı məna verərdi ki, arxayınlıqdır, narahat olmayın, arxayın olun. Amma təhzənu, yəni keçmişdə olanlar, etdiyiniz rəftarlar, başınıza indiyə qədər gələn hadisələrdən hüzünlənməyin, qorxmayın, kədərlənməyin. Keçmişdən indiyə uzanan qorxudan danışır Allah. Deyir, süst olma və kədərlənməyin, indiyə qədər olunan səhvlər, başınıza gələnlər, etdiklərimizdən kədərlənməyin. Və entumul a'laun, siz üstünsüz əgər iman edənlərdən olsaz. Diqqət eləyin, müminlərdən olsaz. Mən dedim, çox toxunmayacağım. Bugünkü siyonist rejimin indiyə qədər, necə deyərlər, xidmətində olan Azərbaycan hökuməti də var bu ortada və indi bugün İsrail mənfur rejiminin, on minlərlə körpə qətlə yetirən rejimin qondarma soyqırım deyilən Azərbaycanda belə deyək, davaya səbəb olan erməni soyqırımını tanıması. Bu Azərbaycan, hətta dünənki bəzi xəbərlərdə İsraildə olan Azərbaycan, siyonist qondarma rejimdə olan Azərbaycan səfirliyinin deyəsən qovlanıb çıxarılması məsələsi də var idi. Hər halda bu hadisələrlə görün nisbəti ola bilərmi ya yox? İndi yəqin ki, Azərbaycan hökumətinə daha çox təzyiq gəlir siyonist rejim tərəfindən. Və bunun bir tərəfi də Azərbaycanın əsasən xalqıdır. Və entumul a'laun, yəni biz dəfələrlə, illərdir verdiyimiz təhlilləri izləyənlər bilər. Bir məsələyə toxunurduq Azərbaycan hökumətinə xəbərdarlıq edəndə. Deyirdik, bir xarici siyasətdə qonşularından zərbə yeyə bilərsən əgər xəyanət etsən. İki, daxildəki xalqıva güvənməsən ki, xalqın əksəriyyəti Əhl-i Beyt məktəbinin kökənlidir. Entumul a'laun, yəni Azərbaycanın köklərinə sanki işarə var. Hər halda bugünkü hadisələrlə böyük nisbəti var. Baxın, siz özünüz də nəzərinizi bildirin. Allah buyurur, süstləşməyin və hüzünlənməyin, kədərlənməyin indiyə qədər olanlara görə. O halda ki, siz üstünsüz. Amma əgər iman gətirsəz. Ermənistan Paşinyana qarşısında oxunan ayə, Fussilət 30-cu ayədə çox maraqlı gəldi mənə bu. İnnellezîne qalu Rabbunallah thumma istaqamu. O kəslər ki, dedilər, Rəbbimiz Allahdır,
Amma sonrası var. Deməklə kifayətlənmirlər. Dildə deməklə deyil. Arxasında dayanıqlılıq göstərdilər. Dayandılar sözlərinin arxasında, əməldə. Bu kəslərə tətənəzzəlu aleyhimul mələikə. Allahın görünməz mələkləri bunlara enər. Bunlara deyər, əllə təxafu. Belə olanda dayansaz, qorxmayın. Mələklər sizə deyəcək, qorxmayın gələcəyə tərəf və la təhzənu. Diqqət edin, Azərbaycan nümayəndəsi heyətinin qarşısında oxunan ayənin təhzənu burada da təkrarlanır. O təhzənu, yəni indiyə qədər olanlara görə qorxmayın, bundan sonra yolunuzu düzəldə bilərsiniz. Burada da Ermənistan, Paşinyan qarşısında oxunan ayədə Allah 2 dənə qorxmayını gətirib. Bayaq dediyim kimi, həm Azərbaycan nümayəndələrindəki ayə, indiyə qədər qorxmayın və bundan sonra la təxafu. Əllə təxafu. Mələklər deyər, gələcəyə tərəfdə qorxmayın. Amma burada da şərt var. Sözünüzü demisiniz, arxasında dursaz. Bu ayə belə deyir. Belə olsa mələklər gəlib deyəcək, nə gələcəyə qorxunuz var, nə indiyə qədər olanlardan qorxmayın. Fikir verin, Azərbaycan və Ermənistan heyəti son 5 ildə təkid etdiyimiz Qafqaz məsələləri və son proqramlara qədər də təkid etdiyimiz Qafqaz məsələləri qabarıq görünür bu ayələrdə sanki. Diqqət eləyin. İndiyə qədər elədiklərimizdən kədərlənməyin. Şərt var. Azərbaycan tərəfə şərt budur ki, siz üstünsüz iman əhli olsaz, Ermənistan tərəfə şərt budur ki, söz ki deyirsən zahirdə Rabbunallah, amma dalında dayanmalısan. Thumma istaqamu. Şərt var. Özünüz də diqqət eləyin bu ayələrə. Məni bunlardan sonra maraqlandıran Çin heyətinin qarşısında oxunan ayə idi. وَمَنْ نَاصِرْ إِلَّا مِنْ عِنْدِ اللّٰهِ الْعَزِيزِ الْحَكِيمِ. Bu ayə bilirsiniz də, tanış gələr sizə. İran İslam Respublikası Sadiq Vəd 3, məxsusən Sadiq Vəd 4 bu son 40 günlük döyüşdə Muhammed Zülfiqari də əgər səhv eləmirəmsə, Xatəmül Ənbiyanın sözçüsü hər İran dalğa vuranda Siyonistlərə və Amerikalılara, Siyonist rejimə və Amerikalıların bazalarını şumlayanda bu sözçü çıxıb danışırdı və sonda bəyanat verəndən sonra bu ayəni deyirdi. وَمَنْ نَاصِرْ إِلَّا مِنْ عِنْدِ اللّٰهِ الْعَزِيزِ الْحَكِيمِ. Əziz, yəni heç nəyə məğlub olmayan və hər şeyə qalib olan və həkim, hər şeyi öz yerində qərarlaşdıran Allahın yanında, Allahdan qeyri heç bir kömək və nüsrət yoxdur. Əziz və həkim olan Allahın yanındadır yalnız kömək. Yalnız və yalnız ondadır kömək. Bunu Çin heyətinin qarşısında oxuyur. Bunda mən fikrimi deməyəcəm. İki başlı bir fikrim var. Siz də öz fikrinizi bildirərsiniz. Dördüncü mənə maraqlı idi İraq heyəti. Bilirsinizsə, biz dəfələrlə bunu da danışmışıq ki, həm axırı zaman barəsində verilən xəbərlər, bugünkü gedən proseslərə tətbiq edəndə demişik ki, İran və İraq çox böyük mərkəzli rolunu oynayacaq. Zuhur hadisələrində bugün görünür və Yəmən də əlbəttə. İraq heyətinin qarşısında Əhzab surəsi 1-ci ayə oxunur. Ya əyyuhən nəbi, ey Allahın nəbisi, ittəqillah, Allaha qarşı təqvalı ol, Allah dediyi kimi oturdur. Və la tuti'il kafirin, və kafirlərdən itaət etmə. Vəl münafiqin, və münafiqlərdən, kafirlərdən və münafiqlərdən itaət etmə. İnnəlləhə kənə alimən həkimə. Çünki həqiqətən də Allah bilir hər şeyi və hər şeyi öz yerində qərar verir. Hər şeyin öz şəraiti və zamanı ilahi sünnənin təcəllisidir. Bilirsə, Allah nəbi, yəni qızım sənə deyirəm, gəlinim sən eşit. Allah peyğəmbərinə deyir, peyğəmbərə öz məqamında deyir, amma peyğəmbərin dalıca gedən bizlərə deyir. İndi Allah buyurur ki, bu ayəni İraq heyətinin qarşısında oxudular. Allahdan çəkin və Allah deyən kimi oturdur, kafir və münafiqlərdən itaət etmə. Bəli, kafirlər kimdir və münafiqlər kimdir? Bunu da buraxıram sizin öz öhdəvizə, fikirlərinizi bildirərsiniz İraq heyətinin qarşısında. Əlbəttə, istəsəz kommentlərdə yazarsınız, gələn proqramda toxunaram, təhlil, bizim öz təhlilimizi istəsəz.
Və sonda Qətər heyətinin qarşısında oxunan ayə çox-çox maraqlı idi və real olaraq həqiqətən bugünkü prosesləri ən aydın göstərən ayələrdən idi bu oxunan ayələrdən biri. Fəth surəsi 2-ci ayə. Fəth surəsi 2-ci ayə. 1-ci ayə İnnə fətəhnə ləkə fəthən mubinə. Allah Teala buyurur ki, deməli, biz sənə fəth, açıq-aşkar fəth verdik. Bu yox. 2-ci ayə. لِيَغْفِرَ لَكَ اللّٰهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَاطًا مُسْتَقِيمًا. Qətərin qarşısında oxunan ayə bu idi. Allah sənin keçmiş və gələcəkdəki belə deyək, problem və xətaları bağışlamaq üçün sənə fəth şansı verib. Ma təqəddəmə min zəmbikə və ma təəxxər, keçmiş və gələcək xətalar. Və yutimmə ni'mətəhu aleykə, və nemətini sənə tamamlamaq üçün şans verib. Və yəhdiyəkə siratan mustaqimə, doğru yola hidayət eləmək şansı verib və bunu ilə səni müjdələyir. Qətərin son siyasi və diplomatik proseslərdə İranla yaxınlaşması və sözün həqiqi mənasında İranla digərlərindən ayrılaraq, digər ərəb ölkələrindən bir növ ayrı münasibət göstərməsi bilinir siyasi iqtisadi arenada, məxsusən bu 40 günlükdən sonra. Amma hər halda o biri ərəb ölkələri kimi bunların da uzun müddət boyunduruğu Qərbin, Amerikanın və İsrailin təsiri altında olub deyə bu ayə həm şans ayəsidir, müjdədir, həm də şans verirəm, əlindən çıxarma xəbərdarlığıdır mənim nəzərimcə. Ən qısa baxsaq belədir. Amma gəlin, sonda 2 kəlmə qeyd etdim deyəcəm. Bugün bütün İran siyasi sistemi, küçələrdə vurulan bənerlər, xalqın istəyi ki, Telegram kanalımızda operativ olaraq, bax bu çəkilişə qədər etdiyimiz saatda və bundan da sonra inşallah Allah ömür versə paylaşırıq. Konkret xalq və İran hakimiyyət strukturalarının bir tələbi və planı var gələcəyə. O da inşallah görünən budur ki, Trump və Netanyahu və onların yandaşlarının başını tələb edir və planlaşdırırlar. Bu kimsə deyə bilər emosional bir neçə günlük, nə bilim, ideoloji, etiqadi baxışdan. Xeyr, bu təkcə belə deyil. İdeoloji baxış özü belə əql və, yəni ağıl üstündədir. İlahi nurani ağıl. Fiziki hesablamaları əhatə edən və onun fövqündə olan metafiziki əql nurundan birdir. İdeoloji və etiqadi baxışımız bizim. Həqqə gedən yolu birbə-bir göstərən ağıldır. Biz bəziləri emosional deyə bilər, qəzəbdən doğan. Xeyr. 130 gündür təqribən bu tələb var. Amma bu bir neçə proqram öncə, keçən proqramda da dedi ya, o keçən proqramdan öncəki son 2 proqrama təkid etdik, gedin baxın. Orada da toxunduq bu məsələlərə. Bu konkret 2 ərbəyinin arasında olan fasilədə çox şey həll oluna bilər inşallah və düşmən bundan öz xüsusiyyətinə uyğun olaraq, üzr istəyirəm, həqiqətən də it kimi qorxur. Və artıq Trump və Netanyahu başda olmaqla onların yandaşları hədəfdədir bir növ. Harda, necə, nə zaman inşallah ki, çox uzun çəkməz. Mən belə düşünürəm. Və bəlkə də gözlənilənlərdən çox 180 dərəcə fərqli bir formada bunlardan qisas alınacağı da var inşallah ki. Yəni, heç cür hesablaya bilməyəcəklər. Mən belə ehtimal verirəm. Əlbəttə, biz əvvəldən də demişik, Netanyahu mənim nəzərimdə böyük ehtimal corbacor olub o vaxt 40 gündə Sepah onları vurdu, Bengivir kimi, Qats kimi. Ya bunların bədəlidir, oxşarıdır, çıxardırlar üzə. Az ehtimalla Netanyahu cəhənnəmə vasil olmayıbsa, vurulmayıbsa,
böyük zərbə alıb və vəziyyəti yaxşı deyil. Hər halda özü olmuş olsa, bədəli olsun, fərqi yoxdur, oxşar olsun. Bunlar vurulacaq və dediyimiz kimi bu keçici emosional hisslər deyil, rasional hisslərdir. Hətta rasional ki, fiziki hesablamalara dayanan ağıldır. Fiziki, rasional ağlı əhatə edən, düşüncəni əhatə edən, ondan üstün olan metafiziki ağlın məhsuludur və sözün həqiqi mənasında İran hər cür bunları cəzalandırıb. Amma bu terror maşını ki var bunların, indi böyük təhlükəsizlik işləri görülüb deyə çox nüfuz edə bilmirlər. Amma terror maşınını davam etdirmək fikirləri başlarından itməyib. Yeganə yol, ona görə deyirəm, ağıl da, məntiq də bunu deyir, bu emosional deyil. İran xalqı da emosionallıqla əqli birləşdirən bir xalqıdır və müqavimət cəbhəsi. Məntiq də bunu deyir ki, qarşı tərəf qandan, itdən də pis qorxur. Bir buna görə, bir də qarşı tərəf bu formada qarşı tərəfə hələ cavab verilməyib. Zahirdə görünən budur. Yəni, qana qan, qisas. Bu mütləq alınmalıdır Allahın lütfü və inayəti ilə və gedən proseslər son proqramlarda təkid etdiyimiz üzrə bizə bunu göstərir. Hər halda sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.